Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyətə başlamasından sonra Ermənistan tərəfindən Azərbaycanla sərhəddə çox sayda hərbi təyinatlı obyektlər tikilib. Bunu Milli Məclisdə Cənubi Qafqazda Sabitliyə Sülh Missiyası adlı hibrid hücum mövzusunda keçirilən ictimai müzakirədə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri Ramid Namazov deyib. O bildirib ki, bu faktlar müşahidələr əsasında toplanıb. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya müharibədən sonra peyk görüntüləri istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədində və Ermənistan-İran sərhədində baş verənlərlə bağlı təhlillər aparıb. Təhlillər Avropa İttifaqının gəlişinə qədər və gələndən sonraki dövrü əhatə edib. 2020-2022-ci illər ərzində Ermənistan tərəfindən sərhəddə 20-yə yaxın hərbi təyinatlı tikili inşa edilib. 2022-ci ildən Ermənistanın Avropa İttifaqı missiyasının gəlişindən sonra isə sərhəddə 70-ə yaxın hərbi təyinatlı obyektlərdə tikinti və yenilənmə işləri aparılıb. Bunların çoxu Sünik, Tavuş, Ararat və digər sərhəd bölgələrindədir.